Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Ebil Kasimi Muhammedin el Mustafa ve alihi tahirin. Salavat çektir. Kur'an-ı Kerim'de surelerin və ayələrin mətninə baxanda, xüsusən bu evlad, ailə mövzusunda fərqli elə bir durumlarla rastlaşır Kur'anı araşdıran və Kur'ana baxan bir adam. Bizdə belə bir təfəkkür, təəssürat yaranıb ki, əgər bir nəfər Allahın hüccətidirsə, Allahın hüccəti deyəndə Peyğəmbər və yaxud Peyğəmbərin vəzifəsini davam elətdirən, o Peyğəmbər də ola bilər, imam da ola bilər. Məsələn, Harun əleyhissalam, Musa əleyhissalamın şəriətinin davamçısıdır. Yəni, Harun əleyhissalama xüsusi bir şey nazil olmuyor ki, Musa əleyhissalam desin ki, sağa gedin, Harun əleyhissalam desin ki, yox, mənim şəriətimdə sola gedin. Yox, Harun əleyhissalam Musanın şəriətinin təbliğatçısı və davamçısı, yəni yayırdı. Qardaşım belə dedi, qardaşımdan belə soruşdum, özü də Peyğəmbərdir ya, amma Musa əleyhissalam ulul əzm olduğuna görə, rəsul olduğuna görə onun şəriəti və onun sözləri cəmiyyətdə keçir. Aleykümselam. Belə bir fikir yaranıb ki, əgər bir nəfər Allahın hüccətidirsə, istər Peyğəmbər olsun, istər imam olsun, onun ailəsində problem olmamalıdır. Niyə? Çünki bu Peyğəmbərdir. Bax, məsələn, indi hal-hazırda müsəlmanlar arasında belə bir mövzu var. Peyğəmbərin ətrafında olan səhabələrə evin qoyuram kənara. Evin qoyuram kənara. Müsəlmanlar Peyğəmbərin ətrafında olanlara mələk kimi baxır. Niyə? Çünki bunlar Peyğəmbərin ətrafında olublar. Yəni, Peyğəmbərin ətrafında olub, Peyğəmbərin dərslərində iştirak ediblər, Peyğəmbərin moizələrində iştirak ediblər, Peyğəmbərin namazında iştirak ediblər. Madam ki, bunlar iştirak ediblər, Peyğəmbəri görüblər, qulaqlarını eşitmə, bunlardan pak adam yoxdur. Elə bir Peyğəmbər bunları neynir? Paklayır. Yəni, belə bir fikir yaranıb ki, Peyğəmbərin məsələn 124 min və yaxud artıq əski 4 min, 5 min, 3 min səhabəsi var, hamısı cənnətlidir. Hamısı cənnətlidir. Niyə qardaş? Çünki onlar Peyğəmbəri görüb. Məsələn, oturub orada minbər, məsələn, Peyğəmbər oturub minbərdə, səhabə də oturub məscidin o küncündə. Bir dəfə görübsə, əşhədü ən la ilahə illallah, Muhammed Rasulullah deyibsə, o cənnətə gedəcək. Vəssalam. Neynir eləsin? Nə günahı eləyir eləsin? Zina da eləsə cənnətə gedəcək. İçki də içsə bilə-bilə, hamısı bilə-bilə cənnətə gedəcək. Adam qatili olsa da cənnətə gedəcək. Xəyanət eləsə də Peyğəmbərə cənnətə gedəcək. Niyə gedəcək bu qədər günahla? Çünki Peyğəmbəri görüb. Yəni, Peyğəmbəri görmək insanı bütün günahlardan nədir? Azad eləyir. Belə bir əqidə var. Düzdür, bu batil əqidədir. Amma var. Milyonlarla insanın əqidəsi belədir ki, Peyğəmbəri bir dənə gör, kəlmə-i şəhadət, əşhədü ən la ilahə illallah, Muhammed Rasulullah, nə günah eləyirsən elə, sən səhabəsinsə, sən cənnətliysən, vəssalam. Nə günah eləyirsən elə. Hər günahı eləyirsən elə, bir dənə Peyğəmbəri görmək səni neynir? Cəhənnəm odundan azad eləyir. Vəssalam. Qayda belədir. Düz, yenə təkrar edirəm. Bu səhvdir. Niyə səhvdir? Çünki
Quranda elə ayələr var ki, Allah bu qayda ilə razılaşmır. Bu insanların kəşf elədiyi qayda ilə Allah razılaşmır. Allah Quranda səhabələri tərifləyir də ki, Allah onlardan razıdır, onlardan. Hamısından mı razıdır ya yox? Ayə orada qeyd qoymur. Biz o qeydə harda tapırıq? Başqa bir yerdə. Əgər sizin yanınıza bir fasıq gəlsə, onun sözünü dərhal qəbul etməyin. Niyə? Əgər bu cənnətlidirsə, cənnətliyin sözünü neynəmək lazımdır? Qəbul eləmək lazımdır. Çünki bu ədalətlidir, bu Allahın sevdiyi bəndədir, Allahın razı qaldığı bəndədir. Allah deyir, yox, fasıq gəlsə, bütün təfsir alimləri və hədislər, səhabələrdən gələn hədislər, Peyğəmbər zamanında olan hadisədir və ayədə o vaxt nazil olub. Vəlid adında səhabə olub, Vəlid. Səhabə, Allah onun haqqında ayə nazil edir, fasıq, Allah ona deyir fasıq, indi bəndə ona deyir ki, yox, cənnətlidir. Allah ona deyir, bu fasıqdır, ədalətsizdir, bəndə deyir, yox, Peyğəmbəri görüb, kəlmə-i şəhadəti deyib, cənnətlidir. Allah deyir, fasıqdır, bu deyir, yox, fasıqdır. Allah deyir, ədalətsizdir, indi alimlər var, deyirlər, yox, Vəlid ədalətlidir, cənnətə yerəcək. Niçin? Nə iş görüb? Çünki Peyğəmbəri görüb. Allah fasıq deyir, bəndə deyir, yox, qəbul eləmərəm. Allahın sözünü qəbul eləmərəm. Deməli, bu əqidə xətadır, səhvdir. Peyğəmbəri bir dənə görən kimi sən sığortalandın. Sən cənnətə gedəcəksən. Belə bir əqidə səhvdir, düzgün deyil. Bu təfəkkür də xətadır ki, Peyğəmbərin yanında olmaq və onun möcüzələrində iştirak etmək. Quranda ayə var. O qədər Mədinədə olan səhabə və Mədinədə olan hamısı səhabə sayılır da, qadın da, kişi də Peyğəmbəri görüblər. Mədiniyə ticarət gəlir. Cümə surəsini oxuyun. Bu hədis deyir ki, deyəsən A bəndi, B bəndi, Şiyə hədisi, Sünnə hədisi. Yox, Quran. Hamının Quranı. Cümə surəsində ticarətə bir karvan gəlir Mədiniyə. Bu Quran ayəsidir, Quran surəsidir. Allah buyurur ki, onlar ticarət gördükdə Peyğəmbəri ayaq üstə qoyub qaçırdılar. Peyğəmbər ya namaz qılır, ya da xütbə eləyir. O, orada qeyd olunmur. Tərəkukə qaimənə. Səni qiyam halında tərk eləyirlər. Qiyam halı namazdadır, ya qiyam halı minbərdən möcüzə eləyir. İkisindən biridir. Hər halda bu nədir? Cəfadır, düzgün iş deyil. Sən ticarət görüb Peyğəmbəri niyə atıb qaçırsan, ay səhabə? Biri deyəcək ki, ticarətdir də, bu adam yeməlidir, içməlidir, ailəsi var, uşağı var, borcu var. Nə olsun Peyğəmbər ayaq üstə dayanıb, Peyğəmbəri qoyub orada ağzında söz deyirdi, söz qaldı ağzında, çıxdı getdi. Ki, ticarət gəlib, Peyğəmbər, sən burada ol, mən gəlirəm. Getdi ticarət dalayacaq. Ticarətdir də, halaldır, harama getməyib ki. Hə, bu adama deyiləcək ki, ayən dalında oxu da, nə olar? Xahiş eləyirik. Ticarətən, o ləhvən, ləhv, yəni əyləncə. Ticarət üçün bildik. Yenə də Allah bəyənmir, deyir, ticarət üçün olsa da belə Peyğəmbəri atıb getməyə heç kimin ixtiyarı yoxdur. Peyğəmbəri heç bir halda nə müharibədə, nə qeyri-müharibədə atıb qaçmaq günahdır. Peyğəmbərin namazındasansa, möcüzəsindəsənsə, sən gedə bilməzsən, qardaş. Peyğəmbər bitirəcək sözün, ona hörmət əlaməti olaraq oturmalısan. Ticarətdə belə gedə bilməzsən. İndi mən deyirəm ki, eyb yoxdur, gedin. Bəs əyləncə, ayədə 2 kəlmədir. Ticarətən və ləhvən. Ləhv əyləncə deməkdir. Əyləncə üçün namaz Peyğəmbər atarlar. Hədisdə gəlir ki, 12 nəfər adam qaldı, fəqət. O boyda Mədinədən, o cəmdən 12 nəfər adam qaldı Peyğəmbərin o namazında.
Allah bunlardan necə razı qala bilər? Yəni Peyğəmbəri görmək səbəb deyil ki, şəxsinə olsun, paklansın və Allahın razı qaldığı bəndələrdən olsun. Bu bir mərhələ. İndi gəlirik Peyğəmbərin evinin içinə. Ailəsi, uşağı. Peyğəmbər